Aya ərazi alınacaq, hardasa iyun ayında, iyun ayının sonlarına. İmişlidə yeni stadion üçün. Bəli, Ondan öncə də açıqlamışdı. Sadəcə o nə vaxtda tikilər və yeni mövsümə çatacaqmı? Əlbəttə çatmayacaq. Yenə də yəqin Qubaya da ümid. 2 aya stadion tikilmir birincisi. Hələ bu 2 ay ancaq ərazi alınacaq. Hələ o stadionun planı və s. qurulmalıdır. Problemlər var. Baza tikmək istəyirlər orada geniş. Vaxt da var idi kifayət qədər. İmişli yeni rəhbərliklə birinci liqada da 2 mövsüm keçirib və Premyer Liqa iddiası olan klub hər halda Premyer Liqa hazırlıqlarını artıq birinci liqada olarkən başlamalı idi, görməli idi. Hazırlıqları görmürlər. Bu mövsümdə itirilib. Bax, bir mövsüm ərzində İmişli stadionu ilə bağlı, yeni olsun, köhnəsi ilə bağlı bir irəliləyiş olmadı. Bir mövsümə, 9 ay ərzində bir irəliləyiş olmadı. Bu, əlbəttə ki, İmişli klubunun öz günahıdır. Başqa heç kimin günahı deyil. Yəni, Mbappe Messi yetişdirməyə gəlincə isə yolunu bilirlərsə uğurlar. Çox maraqlıdır. Yəni, xüsusi ən çox müzakirə olan elə bu oldu ki, yəni, bizim missiyamız, ya da prezident özü qeyd elədi ki, İmişlinin prezidenti, mənim missiyam yalnız bu zaman tamamlana bilər. Səncə neçə yaşında təxminən tamamlana bilər onun missiyası? Yəni, Xviça, Mbappe nə vaxt yetişə bilər bizdə? Səmimi düşünürəm heç vaxt. Çünki İmişlinin hələ stadionu yoxdur ki, gedib orada futbolçu yetişdirə bilsinlər. Söhbət konkret Messi, Mbappe səviyyəsi futbolçulardan gedirsə... Və İmişlidə yetişəcək Mbappe Messi. Məncə heç vaxt. Messidən gedir. Ona görə bu missiya çətin ki, tamamlansın. Neçə Kamran Eyyubovlar və digər klub rəhbərləri, məşqçilər, digər futbol adamları bu fikirlə futbola gəlib, bu fikirlə futbolda çalışıblar. Nailiyyətlər, uğurlar əldə ediblər, amma Messi ilə Mbappe bu ölkədən çıxmayıb. Ona yaxın belə səviyyədə futbolçular çıxmayıb.